Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, vaxtınız xeyir olsun. Yenə sizdən görüşürük. Bu səfər də Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-ci sınav test toplusundan 18 nömrəli sınava baxacaq. Deməli, sual nömrə 1. 8'lik say sistemində verilmiş bu ədədin doğru yazılış forması. Mərtəbəliyək bir dənə 0, 1, 2 əyri-üyrü oldu. Deməli, 0, 1, 2, 3, 4, 5. Yəni 4 dənə 8 üstü 5 var. Buna görə bunları sildik. Ə, Cavab belə çıxdı. Çox gözəl. 4 dənə 8 üstü 5. Elə bir də cavab bu səbəbdən A-dır. Heç bu 8 dənə 4 üstü 5-dir. Qeyd edək ki, baxın 8 üstü 3-dən 0-dan olduğuna görə burada bunlar rastlaşmırıq. İnformatika qovluğundakı faylların həcmi 15 GB-dir. Həmin qovluqdan 2 GB-lıq 3 ədəd video fayl, yəni bu etdi 2 ədəd 2 GB-lıq 3 ədəd 6 GB, 3072 MB-lıq səs faylı 2 ədəd, bu 3 GB-dır, bu da 6 GB silindi. Sonra 4096 ə, nədir bu? 2 baytlıq, yəni 4 MB-lıq 4 MB-lıq 16 dənə bu etdi 64 MB 64 MB silindi. Bu qədər də bunlar silinənlər də çıx-çıx qoyun. Bu isə ə, 1024 plus 64 MB MB deməli bu qədər əlavə olundu. Deməli 64 MB silindi. Buradan 64 gəldi. Bunlar bir-birin tarazlaşdırdılar. 15 GB-dan 12 GB çıxanda 3 GB qalır. 3 GB-ın da üstünə 1024 MB, yəni 1 GB gələndə 1024 MB MB 1 GB-dır. Bu da edir 4 GB. Baytla deyir 4 GB edir. Deməli 4 dənə 230 4 dənə 230 bayt. Bu da ikinci sualda Y variantı doğru cavab olur. Üçüncü sual. Rabitə kanalı ilə ötürülmə sürətində 2 yarısında ötürülmə bu qədər. Qalan yarısında isə sürəti 4 dəfə az olduğunu bilir. Məlumatın ötürülmə müddəti saniyə ilə ifadə edin. Okey. Keçdi bura. Deməli, ilk yarısında bu qədərdir. 4 dəfə az olduğunu bilərək, qalan yarısında isə sürətin 4 dəfə az olduğunu bilərək məlumatın ötürülmə müddətini saniyə ilə ifadə edin. Əla. Deməli, T1 2-də 1 T'dir. Baxaq, 2-də 1 T vurulsun. Ümumi zamanda da T. 5 vurulsun 222 bit. Okey. Bölünmüş saniyə. Üzərinə gəlinsin. T2-də 1-dir. Yenə qalan yarısı. Sürət artıq 4 dəfə azaldığına görə bu ilkin sürətdir. 4 dəfə azaldanda olur. 5 vurulsun. Rəngi dəyişək. Həmən rahat görsənmədi. 5 vurulsun. 5 vurulsun. 222 bölünmüş 4 bit bölünmüş saniyə. Bu da bizə verəcək 200 MB. Bunu biraz indi sərəgələndirəndə nə olur? 2-də 1 bunun biraz bu 4 ilə bu 22 ixtisar gedir 20 qalır. Deməli 2-də 1 t-ni mötərizə xərcdən çıxartsam və 220-ni də mötərizə xərcdən çıxartsam daha sonra nə olar burada? 5 vurulsun 4 bura 20 edər. Buradan da plus 1 alınar. Okey. Nəsə səhv elədik. Nəsə səhv eləyirik ki. Yox. Burada da 1 yox. 5-i də mötərizə xaricdən çıxardardıq. Gələk buradan. Gəl belə eləyək də. 5-i çıxartmamışıq. Heç çıxartmayaq. Burada 5 vurulsun 4. Burada da 5 qalır. Üzərinə gəlirsən 5. Bu qədər bit var.
Bu kadar bit bölünmüş saniye bizde verir 200 MB bite çevrende 200 vurursan 223 bit. Deməli, indi ixtisar islah işlərini aparaq. Bitlə bit getdi. 25 ilə 200 ixtisar gedəndə burada qaldı 8. Okey. Deməli, bu 220 ilə burada 223 ixtisar gedəndə burada qalır 8. Deməli, t də bərabər olur onda. 8 vurulsun 8. Bu 2 də keçir bu biri tərəfə vurulsun 2. Bu da edir 128. Yəni üçüncü sualda cavab C variantı oldu. Yavaş yavaş baxın, yavaş yavaş da silək. Tənliyi qurduğumuza diqqət edin. Necə qurduq? Silək, silik. Əla. Deməli, oldu 128. İstifadə etmə rəqəmləri təkamülətsə müxtəlif dörd rəqəmli ədəd tərtib etmək olar. Okey. Dörd rəqəmli ədəd tərtib edirik. Rəqəmləri təkrarlanmayan və dörd rəqəmli ədəd bu rəqəmlərdəndir. Deməli, burada 3 cür rəqəm istifadə oluna bilər, 0 istifadə oluna bilməz. Yerdə qalan belə deyək, 3 halın hər biri üçün. Burada da 3 hal, 2 hal, bir hal. Çünki təkrarlamır. Niyə burada 3 0 olmaz? Niyə burada 3? Burada istifadə olunan burada olmaz həmin kodda. Niyə burada 2? Bundan əvvəl ikisi istifadə olunur həmin kod üçün 2. Burada niyə 1? Çünki əvvəlcə 3 istifadə olunur. Bu da eləyir 3 vurulsun 3 vurulsun 2 18 dördüncü sualda B variantı. Y simvolunu ASCII kodlaşdırma cədvəlində onluq kodu 69'dur. Uy. Sezar sözün onluq kodlar ardıcıllığını müəyyən edir. 69 düzdürmü? Y. Onluq kodlar deyir. Bu keçdi, bu keçdi. Okey. Sezar. Deməli. A. Buna görə 65'dir. Bu da keçdi. Okey. A, STR. OPQR S. R. Sonra S. Ha, burada var ki R S'ten balacadır. Ona göre cevap A. 82, 83'ten balacadır. 5-ci sual A variantı. 6-cı sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deyir ki, A nə qədər ki sıfırdan fərqlidir. Hələ də 2-yə böl. Deməli belə, gəlin belə eləyək. A nə qədər ki sıfırdan fərqlidir. Okey. A başladı -5'dir. Bizə nədir? C-nin. Okey. C də başladı 1024'dür. A sıfırdan fərqlidirmi? Bəli. Deməli, yerlərini dəyişirik. Çünki birinci dəyişən C-dir. C-ni gətirdim, qoydum. A-nı gətirdim, qoydum. C-yə 1024 yazdım. A-ya -5. C-yə C silə 2. Bu oldu 512. A oldu -4. Bir vayda arttı. Oldu bu 256. Oldu bu -3. Oldu 128. Oldu -2. Oldu 64. Oldu -1. Oldu 32. Oldu 0 və çıxdı çıxışa cavab 32. 6-cı sualda A variantı doğru cavab. Sonra x dəyişən qiymətini müəyyən edin. Okey. X dəyişən qiyməti. Deməli, yenə belə bir şey qururuq. Deməli. Maraqlıdır. Deməli, x y-dən kiçik olduğu müddətcə y 4 vahid azalır. Deməli, mən burada deyəcəm nədir? X y-dən böyük bərabər şərti daxilində bu izə keçir. Okey. X y-dən böyük bərabər. X başladı 0'da. 0 plus 2k böyük bərabər şərtini deyir. Y başda 501'dir. Hər addımda 2 vahid azalırdı. Çıxısın 2k şərtini. Onda 4k 501'dən böyük şərtini ödəyir. Ona görə k 125 tam %25'dən böyük şərtini ödəyir. Ona görə k bərabər olur 126'ya. Deməli, x, y-in qiymətini çəkəcəkdir. Biz y-in qiymətini bilək.
Y 126 burasını 2 dəfə belə deyək azaldanda bu edir 252 vahid azaldırıb. 501 252 vahid azalanda bu da deyir 249. Yəni y-in qiyməti 249 olur. İkisi atılır və çıxışa gedilir x. Çıxış deməyib, daha doğrusu dəyişən qiymətini 249. Bu baxaq bu nədir? Deyir ki, sıfırdan Linux'a kimi əgər okey, ə, indeks cütdürsə, cüt indeksdəkini bitişdirir. Okey. For in A Heçə mənimsət S deməli heçə mənimsət sim B-ni. A hardasa istifadə olunur. Aha 4 dənə. 4 dənə. Bircə dəqiqə. Nəsə biz burada standartlı bir şey gördük. Deməli nə? For i-nə. Bir dəfə haş olur. Deməli B-ni göndərdi içinə. B-ni göndərdi içinə. B getdi ora. Deməli, B getdi düşdü bura. X oldu memory. Okey. Yəni i-anın içində 4 dəfə olacaq da, bu 4 dəfə işlədəcək. Hər dəfə memory sözünü göndərəcək. 0, 1, 2, 3, 4, 5. Deməli, bununla bu, bir də bu şərti ödəyəcək. Nə olacaq? Hər dəfə ora gedəndə n bizə m və r simvollarından ibarət sətri qaytaracaq. Bunu da 4 dəfə bitişdirəndə olacaq r, r, yekunda r, əgər bir xəta eləmədirsə, r, 4 dəfənin hər birində deməli, count m deyir, 2 dənə burada, 2 dənə burada, 2 dənə burada, 2 dənə burada, 8 dənə olur. Yəni 8-ci sualda cavab Y variantı olur. Bir də baxaq. A, for in A. Yəni ini başqa yerdə istifadə etmir deyə 4 dəfə gəzir içində, 4 dəfə memory gedir, 4 dəfə MMR qaytarır. Bəli, çünki cüt indekslərində bitişdirir həmin şeyi inə, inboş sətirdə həmişə. Belə davam edək. Daha sonra, oy, keçim gəlmədə bu sualdan. Ayırdıq bu tərəfdə. Nədir? Proqramın neçəsini müəyyən edin. Deməli, 3-dən bu 10 dəfə işləyir. Birincidə 3 olur. Gedir, 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 gedir. Axırıncıda 9 plus 3, 12. A oldu 3, 12. Belə deyək, siyahısı, belə-belə. Deməli, diqqətli. 9 çıxılsın. I 0 olanda bu gəl bunu götürək. Gedək. Yerimiz dardı, sıxaldı, ürəyimiz sıxılır. Bunu götürək. Ataq burada bu birisindən qalmadı. Gəlin bunu işlədək belə. Word-də. Deməli, i oldu 0. I 0 olanda A9. A9 da bunun bu elementidir. Gəlin belə eləyək də. O elementləri yazaq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Neçə dənə element oldu? 10 dənə element. Deməli belə. Forinni 0-dan 4-ə kimi. I 0 olur, 1 olur, 2 olur. I 0 olur. A9-a mənimsədir. A9 hansı elementdir? Ayıraq bir dənə, bir də 5, 9. Yəni 12-ni dəyişir. Nə? Deyir ki, i 0-dır deyə. A0 çıxılsın 1. Yəni 3-dən 1 çıxıb buna mənimsədir. Bu 12 silinib artıq olur 2. Sonra AI isə A9 çıxılsın i. Yəni yenə A9-dan 1. Buradan 2 çıxır, olur 1. Buna 1 mənimsədir. Yəni A0 çevrilib olur 1. Sonra i olur, bu i 0 olanda olur. Sonra i olur 1. A8-ə mənimsədir. Tələsmirik. A8-ə mənimsədir. A1 çıxılsın 1-i. Bura olur 3. Sonra A1-ə mənimsədir. A8 çıxılsın 1. A8 budur. 3-ə çevrilib 3 çıxılsın 1. Bu olur 2. Daha sonra i olur
i1'də idi. Biz düzdür. İyi olur bu səfər 2. A7-yə mənimsədir. Nə? A2 çıxılsın 1, yəni 5 çıxılsın 1, bu 4 edir. Sonra A2-yə mənimsədir yenə nəyi? A7 çıxılsın 1, bu da edir 3. Sonra axırıncı gəldi. İ oldu 3, çünki 4'ü almır. A6'ya mənimsədir. Neyi? A3 çıxılsın 1, yəni 5. Sonra A3'ə mənimsədir. 5 çıxılsın 1, yəni 4. 1, 2, 3, 4. Sonra 7, 8. Sonra 5, 4, 3, 2. 9-cu sualda buna görə A variantı doğru cavabdır. Davam edək daha sonra. Keçdik 9-cu sualda A variantı getdi. Optik sözündəki tək mövqedəki hər bir hərf özündən 4 mövqe, cüt mövqedəki hərf isə özündən 6 mövqe məsələdə yerləşən hərflər verəcəm. Hansı nəzərən hərflərin nömrəsi birdən başlayır. İndəksi var. Aha, 4 mövqe. Optik cüt mövqedəkilər tək mövqedəkilər O-nun əvəzinə 4 addım o tərəfdəki S olacaq. Onun əvəzinə S yazaq. Sonra T'nın əvəzinə 4 addım U, V, X, U, V, W, X, T'nın yerinə X olacaq. C-nin da yerinə 4 addım D, F, G, G olacaq. Biraz yaxınlaşdıraq. Sualı daha rahat görək. Digərləri isə 6 addım. P-dan 6 addım sağa doğru Q, L, S, W, S, V, H olur. Gördüyümüz kimi bunları siləsi oluruq. S, V, H zaten elə burada görsənir. Onun sual D heç ardına gedin. Çünki C-nin yerinə gedir. Siyahı adlı cədvəldən fraqment verilmişdir. Bu cədvələ aşağıdakı kimi sorarsa, sonra nəticəsində alınan cədvəl necə olar? Okey. Cədvəldə neçə yazı olar? Yazı deyir, deməli bunların bir zadiyyəti yoxdur. Ki, bu və yaxud da bu. Niyə görə? Ayrı-ayrı sətirlərdədir. Eyni sətirdə olsaydı kəsişmə olardı. End olardı. Yəni boy 175-dən böyükdürsə, boyu 175-dən böyük olanlara plus qoyuram. Boyu 175-dən böyük olanlara plus qoyuram. Okey. Bunlarla birləşir nəyi? Çəkisi 70-dən böyük bərabər. 72-dir burada. Çünki bu sualların birində düz çəkmişdim üstündən. 70-dən böyük bərabər olanlara plus qoyaq. Okey. 70-dən böyük bərabər olanlar plus qoyaq. Deməli, 11-ci sualda neçəsi oldu? 1, 1, 2, 3, 4, 5 dənəsi. Cavab B, 5 yazı çıxır. Nədir? Diskriminaf və mükafi proqramlar üçün oxşar cəhət nədir? Oxşar cəhət odur ki, bunlar belə deyək, xidməti proqram tətbiq edir, xeyr. Sistemlərə aiddir bu. Arxivləşdirmədir, xeyr. Utilitlər, xidməti sarı. Proqramlaşdırma, xeyr. Diski defraqmentləşdirir, xeyr. Heç biri xidməti proqramdılar, bəli. Cədvəldə axtarış yerinə verilmiş sorun nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Ayla, Mars and Jupiter. Biz görürük ki, Saturn and Jupiter yoxdur. Ona görə Eyler-Venn diaqramını çəkən zaman belə bir diaqram çəkilir. Bura Saturn yazıram, bura Jupiter yazıram. Daha sonra isə gəlirəm nəyə? Ortada da ki Marsdır. Deməli, Mars and Saturn bura 30. Onda Saturn bura olur 20. Çünki 20 plus 30 50 verir. Saturn and Jupiter sıfırdır. Əla. Bizə Mars and Jupiter soruşur. Yəni buranı soruşur. X deyirəm bura. Jupiter özündə 80-dirsə bura 80 çıxılsın X deyirəm. Mars isə nə qədərdir? 100'dür. Onda bura olur 100 çıxılsın 30 çıxılsın 2, 70 çıxılsın 2. Bu səbəbdən dolayı hamısını toplasam 20 plus 30 plus 70 çıxılsın 2 plus 2 plus 80 çıxılsın 2 bərabər olur nəyə? 190'a hamısının bircəliyi. Bu x-la bu x getdi. 20, 30, 50 elədik. 120 çıxılsın 2. 200 çıxılsın 2.
bərabərdir 190 alırıq. X belə çıxır ki 10 qiymətidir. Cavab Y. 13-cü sual Y variantı doğru. Deməli, web prosesörün neçə xanasındakı məlumat qalın şriftlə yazılıb. Oy, oy. Deməli, ayırdım bunu. Ayırdım bunu. Hələ yox. Bu nədir ki? I don't understand it. Burada biraz problem görürük. Çünkü burada tırı silinib. Baxın, tırının bağlanışı silinib. Burada, açılışı daha doğrusu silinib. Neyse. Burada. Sonra burada. Deməli, orada tırının açılışı silinib. Davam edək. Deməli, hələlik bunu saxlayıram. Cavablara baxaram. Çünki bu da qalın şrift sayılır ona görə. Burada qalın şrift görmürəm. Qalın şrift görmürəm. Qalın şrift görmürəm. Aha, burada bir dənə qalın şrift gördüm. Burada yox. Burada bir dənə də qalın şrift gördüm. Bir, bu iki, deməli. Sonra bu üç. Okey. Cavab 3 də ola bilər, 6 da ola bilər. Yəni nə mənada? Əslində cavab 6-dır, 6 olmalı. Sadəcə bu bir neçə sənə əvvəl orada bunlar nəzərə alınmamışdı qalın şrift. Necə 3 dənə buradadır, 3 dənə də buradadır. 6 seçsəydə cavab 6. Sonra Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. A2 B5'ti. A artı oldu 7. A B'den böyük beraberdir mi? Okey. A değişip A B'den böyük beraberdir mi? Bəli. Onda bu girintiyə girdi. Bura keçməyəcək. B'ye mənimsət A çıxılsın B'ni. B artı oldu 2. Yani bu da silindi. A B'den kiçikdirmi? Xeyr. Xeyr. Bura girmir. Onda bura gəlir. A'ya mənimsət 2 dənə A. Yəni 14. Çıxılsın B, yəni 2 oldu 12. 12 çıxılsın 2 çıxışa verildi 10. Cavab 15-ci sual C variantı. Hesablama cəsindən sonra D1, D4 diapazon qiymətlərinə uyğun qurulmuş diaqram hansıdır? Baxaq. A1, B3 diapazonunda olan bir şey. Diapazondur. A1, B3'də 3, 13, 20. Bunun qiyməti 20-dir. B2 vurulsun. B2 vurulsun C3. Bunun qiyməti 15'dir. Sam A3 C3. Bu ayaqlar bura 20 idisə, yəni belə hesabladı. 9, 21, 31 qiyməti aldı. Bura oldu 31. Çıxılsın B1. Çıxılsın C2. B1 ilə C2-ni çıxanda B1 ilə C2-ni çıxanda 31 çıxılsın 3. Bu bizə 28 qiymətini verəcək. A4 vurulsun B4. Bu etdi 35. Çıxılsın C3 vurulsun B2 15. Etdi 20. 20 bölünmüş 2 etdi 10. 20, 15, 28, 10. 20, 15, 28, 10. 20, 15 yok. Çörek. 20, 15 yok. 20, 15 yok. Aha. Deməli belə. Nəsə, bəlkə də səhv hesablamışıq. Bir dənə də baxaq. Burada 28 aldıq biz. Bir dənə də baxaq. A3 C3 diapazonu. A3 C3 diapazonudur. A1 C3 değil. Deməli A3 C3 diapazonu bu diapazondur. Bu bizə verir 10. 10 çıxılsın B1 yəni 1. Çıxılsın C2 bu edir 7. Onda 20, 15, 7, 10 axtarır. 20, 15, 10. Bu da yarıdan bir damcı aşağıdır. 7 qəbul edə bilərik. Bu nə olur? Bu olmadı. Sonra 20, 15. Aha, 20, 10. Bizdə neçədir? 20. Bir dənə də baxaq. Yox, axırıncı 10'dur. Ona görə bu da yanlış oldu. Daha sonra 20. Axırıncı 10'dur. Bu da yanlış oldu. Bu eğer olsaydı bunlar arasında 2 qat fərq olmalıydı. Məcbur qaldıq cavab A variantı doğru cavab seçdik.
Sonra növbəti sual. Deyir ki, nəticə cədvəlində neçə yazının olduğunu müəyyən edin. 1, 2, 3, 4, 5, 6. Heç vaxtı birbaşa deməyin, çünki sıra nömrəsi ilə eynilik təşkil etməyə bilər. 17-ci sualda deməli, nə deyir? Deməli belə 17-ci sualda burada 6 dənəsi görə bilirik, amma diqqətləyək. Burada deyir ki, 10 of 15. 15 dənə yazı var, 6-sı görsənir. Elektron yaddaş taşıyıcısı değil. Elektron yaddaş taşıyıcısıdır. O, oy, oy. Güclü burada haqqalar. Deməli, RAM elektron yaddaş daşıyıcısı deyil. Yaddaş daşıyıcısı uzun müddət saxlayana deyirlər. Ümumiyyətlə. Flash kartdır, bu hədir. SSD hə deyərəm. ROM-un ROM, HDD, RAM barəsində qalaram bir şey daşıyıcı çünki uzun müddət saxlayana deyirlər. Məcbur, yəni bu maqnitdir, elektron demərik. Ona görə 18-ə B deyə bilərik. Misal üçün, RAM ümumiyyətlə yaddaş daşıyıcısı sayılmır. Yəni informasiya daşıyıcısı sayılmır. ROM da daimi yaddaşdır. Bu səbəbdən dolayı orada biraz ehtiyatlı olmaq lazımdır. Notepad metn redaktorunda işə salındıqdan sonra 45 simvoldan ibarət metin və enter simvolu vurulmuşdur. Deməli, düşdü aşağı baxaq, görək bir dənə. Bunu götürəsəm, bəlkə götürdüm. Deməli, 45 dənə simvol başladı. 45 dənə simvol yazdı birinci sətirdə. Sonra enter vurdu, düşdü aşağı, oldu ikinci sətir. Sonra bu yazı gəldi Bakı ilə başlayan yazı. Daha sonra enter vurdu 3-ə. Sonra burada 10 dənə simvol yazdı. Dərhal sonra yerləşdirildi. Okey. Aha, deməli. Çoxlu burada bizim simvolumuz var. Nədir? Deyir ki, məsələn, dərhal sonrası və backspace düyməsi 35 dəfə basılır. Okey. Ay, 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 ay. Deməli, backspace sayaq da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Burada bir dənə boşluq 13. 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 dənə burada entersiz simvol var. 35 dənə olanda 30 dənə bura silir. Bir dənə enteri silir. Qalxır yuxarı. Bundan da 4 dənə çıxır, qalır 41 dənə. Sonra deyir ki, delete düyməsi 5 dəfə basılıb. Deməli, artıq belə bir sətir yoxdur, nə də enter yoxdur. Deməli, delete düyməsi 5 dəfə basılıb. Birincisi buradakı delete silir. Sonra buradan 10 dənədən 4-ün silir, qalır 6. Okey, 41 dənə burada 6. ASCII-də kodlaşdırılmış simli yaddaş saxlanılır. Deməli, belə. Biz buradan Enter'i de silmişik. Yani ona göre 41 plus 6 47 dənə bir şey qalır. Hər biri birdən 19-cu sual Y variantı. Zaten algoritma sonra ifadəsi qiymətini hesablayın. S0. Deməli, I 1 ilə girir, amma içini istifadə edir. Gəlin baxaq. Deməli, S-i çıxışa verir. S-in başlanğıc qiyməti. Gəlin baxaq. İyi oldu 2. Aha. İyi oldu 2. P'ye məmsəti P plus i'ni. Deməli, P'ye məmsəti P plus i'ni. P oldu artıq belə bir şey birinci dəfə. Yəni P oldu 1 plus 2. P 1 plus 2'dir. 1 plus 2'dir düzü. Okey. 1 bölünmüş 1 plus 2 ilə başlayan bunu çıxdıq. Sonra üzərinə gələcək 1 bölünmüş P artıq
Üzərinə gələn səfər 3-ü gələcəkdi. Olacaq 1 plus 2 plus 3. Belə bir cavaba uyğun cavab. Bununla bunun arasındakı fərq nədir? Okey. Bu yoxdur. Dəqiq S. Axırıncı dəfə n minus 1 kimi girib, burada n olacaq və p-nin üzərinə n-i gələcək. Ona görə də bu sualda C variantı doğru cavabdır. Keçdik növbəti suala. HTML-də izahlı, ana başlığı siyahı nömrələnmiş, təyin etmə izahlı yazmış proqramın nəticəsini müəyyən. Oy da, nə iyrənc sualdır bu. Fun 1, 2, 2, 3-ü çağırdı. Fun 1 funksiyasını çağırıb içinə 2, 3 göndərdik. Aha, fun 2-nin içinə onda 3 getdi. Fun 2-nin içinə 3 gedəndə 3 vurulsun 2 plus 3 9 qaytardı bu. 9. A da 2 idi. Oldu 11. B hələ 3 idi. Bu səfər 11 getdi fun 2-nin içinə. Fun 2-nin içinə. Oldu nə? 11 vurulsun 2 plus 3. Bura 25 kimi gəldi. 25 plus 3 28 cavabını aldı. 28 cavabıyla da 10 A plus B 11 plus 28. Bu bizə 39 qiymətini verdi. Cavab B. Yəni 22 də B. H məntəqəsinə getmək üçün neçə müxtəlif yollar tanımaydı. Deməli, A məntəqəsindən H. A-da bir cür, B-yə bir cür. F-ə bir cür A-dan bunlar kəsişmə sayılmır. B tamamlandığından dolayı, bura neçə bir var idi. Bura bir, bura bir, bura bir yazılır. D-yə gələnlər 2 toplamda 2-dir. D-dən çıxanlara 2 yazdım. C-yə gələnlər toplamda 3-dür. 3 yazdım. Y-yə gələnlər toplamda 6-dır. 6 yazdım. Bu da oldu yekunda cavab 3, 1, 6, 4 dənə bura, 6 dənə bura, 10 dənə. B6 xanasında düsturunun qiyməti 20-yə bərabər qiyməti saxlanır. B6-da, okey. Deməli, sam B2, B6 iki hissədən ibarət ayıra bilərik. Birincisi olar sam B2, B5 diapazonu. Bir deyəndə ki, əlavə B6 ədədi. B6 bizdə 20-dir. Sam B2 5. Bu da B6'ın qiyməti sam B düsturun qiymətinə indi. Bura deyib 20-dir. Burada 20-dir. 20 plus 20 elə 40 edir. Avtomatik qurğu deməli 1024 vurulsun 800. Yəni 210 vurulsun 800 ölçü asır qrafik təsvir yaradır. Deməli, bunun hər birinin vebxı bilmirəm neçədir rənglərinliyi. N ilə qeyd eləyək. 700-ü kübünü açmır. 700 vurulsun 213 bit. Bitə keçirik çünki rəng maksimum sayı söhbəti edilib. Buna görə də belə sıfırlarla bu sıfırlar getdi. Daha sonra 210-la 213 getdi. 8 qaldı burada. Bu 8 ilə bu 8 etsə getdi. En kiçik bərabərdir 7 alınır. Bu rənglərinlidir. Yəni belə deyək. VBX 7 bit qiymətini aldı. 7 bit qiymətini aldı. Deməli, rəng çalarlarının rəng çalarlarının sayı isə 2 üstü rənglərinliyi, yəni 7. Yəni çünki 7 bitə kodlaşdırıla biləcək vəziyyət sayı 128-dədir. 25-ci sual 128 doğru cavabdır. Daha sonra diqqət edək, S dəyişənin ən böyük hansı qiymətində. Deməli belə 256 ədədini çıxarır. Əgər 256 ədədini çıxardıbsa, n 1-dən 4, buradan 4 dəfə işləyib. Buradan 4 dəfə işləyib, S barəsində çıxanda bu qayda pozulmuş halda, yəni 47-dən böyük bərabər şərtini ödəyib, amma 53 ola bilməz yoldaşlar. Çünki 53 olmağından ötürü bir addım əvvəl, ondan həmin şeydən 6 vayda balaca, yəni 47 olmalıydı. O da dövrdən çıxardı. İndi nə deyib? Deyib ki, bu dövr 4 dəfə işləyib deyə, dövr 4 dəfə işləyib, 4 dəfə 4-ü bir-birinə vuranda 256. S-in də üstünə 4 dəfə 6 gəlib. Əgər mən 4-dən 6, yəni 24-ü çıxsam, buradan, bundan da 24-ü çıxsam, yəni alınacaq bir şey
23 ilə ə, 29 intervalı, daha yaxşı desək, 23 ilə 28 parçası nə deyir? Ən böyük hansı qiymətində ekrana çıxardar? Ən böyük üçün bunu götürdük. Yəni S-in qiyməti burada 28-dir. Burada da onda 289 deyir ki, 289-u ona böləndə alınan tamam qismət 20 28 olur. İnformatika sətrinə görə uyğunluğu müəyyən edin. Hı -hı. S5 0, 1, 2, 3, 4, 5. Matika olur bu. Matika B. 5'ten 10'a kimi. Bakın 5, 6, 7, 8, 9, 10. Onu almır, matik olur. Matik yani C çünkü n'de almır. Sıfırdan 5'e kimi 5'i almır. Infor olur. Infor bu da Y. 1'e B, 2'ye C, 3'e Y variantları da uygun geldi. X ve N natural ədədləri məndə yoktu. Onları girişe verdim hemen. X ve N'in qiymətini girişe verdim. Daha sonra ne edirəm? Yukarıda heç nə X, P başlıqda 1 deyəcəm. S-in başlıq qiyməti 0 deyəcəm. İşarə var. İşarə də qəşəng qeydləyək. S-in başlanğıc qiyməti 0. K-nın, yəni K-nı işarə mənasında istifadə edəcəm. Birinci dəfə qiyməti müsbətdir. Sonra isə birdən n-ə kimi fırlanan bir şeyə ehtiyacım var. I başlıqda 1 olub. N-dən kiçik bərabər olduğu müddətcə n-dən kiçik bərabər olduğu müddət müəyyən işlər görülür ki, bu işlər də nədir? Buna diqqətlə baxaq. İ hər dəfə olsa dəyişəcək fırlanıb. Rəngi dəyişək rahat gözümüz görsün. Artıq onsuz mənim gözüm görmür. Demək olar. İ hər dəfə bir vahid artır. Okeydir bu. Sonra K da hər dəfə əksi işarəyə qiymət olur. P üçün birinci P-ni hələ tapmamışıq. Onda bu şərt ödədiyi müddətcə mən təzə P-ni əldə edib təzə P, köhnə P-nin kvadratına vurulması ilə diqqət edək. Buradan əvvəl 1 idi. 1-i x kvadratına vurdum. X kvadratına, x kvadratına, x kvadratına və beləcə davam edir. Sonra cəmdə isə nədir? Cəmni tapmaq üçün isə lazım olan bir şey budur. Təzə cəm, köhnə cəmin üzərinə deməli sürətdə işarə vurulsun sürət deyək. Məxrəcdə isə 2i ki burada nəsə başqa bir şey yoxdur. Bu şəkildə edə bilərdik. Etdik də. Bunu bitişdirdik bura. Bu zaten bitişib. Buradan çıxdıq. Yox deyək. Bura testi qiyməti çıxışa verək. Tam ədədlərdən ibarət 10 elementdən ardıcı gələn eyni elementlərin maksimal sayına çıxışa verən proqram. Oy, oy. Deməli belə. Tam ədədlərdən ibarət 10 elementli siyahının. Deməli, gəlin belə eləyək. El boş siyahısı n. O siyahı bizdə yoxdur. Ona görə 10 dəfə, yəni n dəfə, ha dedim belə n, 10 n idi. Elə append eləyəcəm nəyi? Elə append eləyəcəm int tipindən nədir? N elementlərdir. Tam ədəddir. Bəli, int tipindən istifadəçi tərəfindən daxil olunan bir şey input nədir? Deməli belə bir şey edək. Da bir neçə say ifadə edəcəm. Gəlin baxaq nəyə. Deməli bir aralıq say deyəcəm. Bir də say deyəcəm. Say 0 olsun başlıqda. Hələlik aralıq say da 0 olsun. Deməli eyni elementlərdən deməli aralıq yox, say 1 olacaq. Aralıq saydakı 1 olacaq deyəcəm. İndi biləcəm. Çünki ilk baxdığım elementdən vardı orada. Deyəcəm ki for in range 0 nömrəlidən hələlik
Ə, buranı boş saxlayıram, deyəcəm niyə. Əgər sonrakı element elin i nömrə plus bir nömrəli elementi bərabər olarsa elin i nömrəli elementinə. Burada i plus bir var deyə mən burada məcburam ki yazam. Yoxsa index out of range error olar. Çıxsın bir deyərəm. Eli plus bir bərabərdirsə eliyə səbir olub. Aralıq sayı artırıram. Aralıq say artdı. Okey. Hı -hı. Hər dəfədə buradan çıxanda əgər aralıq say, yox belə də, belə. Əgər aralıq say böyük olsa saydan, onda saya mənimsət. Saya mənimsət. İndi ağlıma belə gəldi. Yox, əksi halda isə, olmayanda isə yenə də nə et? Deməli, əgər yenə bu şərt ödəyirsə, bunu et. Bu ödədi, ödəmədi. Aralıq sayı, aralıq sayı yenidən sıfır et. Belə bir kod yaza bilərik. Aha, indi aralıq sayı burada sıfır etmək ağılsızdır. Çünki təzəsi ilə rastlaşıram. Uji artıq o say sıfırdır. Bir ona görə edirəm. Deməli belə. Davam edək sonra. İndi print aralıq yox, print sayı verəcəm və icra edək. Buradakı ədədləri verək, görək nə çıxır. 3 3 2 1 1 6 4 4 4 sonra 9 2 3 çıxdı, bəli, çünki ən çox 4 gəlib. İndi mən bu biraz artıracağım. 10 dənə demək olsun, ancaq 2-lər olsun. 10 plus 4. 4 dənə əlavə 2 yazacağım ora, diqqətli olaq. 3, 2, görək axıra düşəndə elə bir hal ödəyir, yoxsa yox. Okey. 6, 4, 4, 4, 9. Deməli, mən neçə dənə 2 demişəm yazacağım ora. Hara kodu ara yazdım. 4 dənə. Deməli, 2 yazdıq mı bura? Bura başqa bir şey verirəm. 1, 2, 2, 2. Baxaq bir dənə qiymətə. 2, bir dənə də 2, enter. 4, okeydir. Kodumuz düz işləyir. Heç bir sıxıntı yoxdur. Niyə bunu hər ikisində yoxladım? Hmm. Çünki bunu ümumi atanmaram. Burada bunun görülmə işi var. Bunu belə deyim də nə bilim. Belə deyək. Səbəb odur ki, həm dəyişəndə, həm də axırda eysiyyət düşməmək halı var. Ona görə burada da atırıq onu. Sorotsu 10 elementli və ən azı 2 rəqəm naturalətlərdən ibarət səbəb. Bu sayılan elementlər arasında rəqəmlərin cəmi 12-dən böyük olan elementləri ekrana çıxaran proqramı. Deməli, yenə belə bir sildim. Ədədin rəqəmlərinin nə deyir? 2 rəqəmli natural ədədlər ən azı 2 rəqəmli. Demir 2 rəqəmli. Rəqəm cəmi adlı bir funksiya yaradıram. Bu məndən bir x istəyir. Deyir ki, cəmin için qiyməti 0 nə qədər ki, hələ də bu ədədin rəqəmi var. Cari vəziyyətdə bu ədədin sonuncu rəqəmini mənə ver və onu cəmə əlavə et. Ondan sonra isə x/10 işləmi apar və return elə nəyi cəmi? Bu ədədin rəqəmlərinin cəmidir. Deyir ki, qardaş, 12-dən böyük olan 1 for x in L siyahısında gəz. Əgər rəqəm cəmini çağırıb, onun içine x-i göndərəndə 12-dən böyük qiymət alınırsa, o zaman print edirik nəyi? O zaman print edirik bu x-i icra edək.
görək ə, hansı ədədlər. Misal üçün 5 yazıram 23, sonra nə bilim belə bir ədəd, sonra 789, sonra 1 2 3 4 5. Okey, 4 keçdi. 1 2 3 5. Okey. Daha sonra ise 2 3 4. Okey. Aha. Nədir sıxıntı? Çünki burada 14 qalıb. En istifadəçi tərəf 10 olmalıydı. 10 olmalıydı. Yenidən icra edək. Deməli olsun 234, nə bilim, belə bir ədəd, sonra belə bir ədəd, sonra belə bir ədəd, sonra belə bir ədəd, sonra belə ədəd, sonra belə ədəd, sonra 2 2 2 2 2, bir dənə də 1, sonra 1 1 1 1 1 1 1, bir dənə də 3, sonra 2 3 2 3. Okey. Baxaq, bəli. Bəli və bəli. Bunun cəmi 5, bunun cəmi 7, bunun cəmi 9, bunun cəmi 11, bunun da cəmi 9, bunun da cəmi 10. Bəli, tamamilə doğrudur. Belə yazılır. Yəni rəqəm cəmini əvvəlcədən bir funksiyada saxladım. İşimi rahat gördürməkdən ötürü. Ümidvaram bu videoda sizin xeyrinizə oldu. Kanalı abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.